Salam, axşamınız xeyir olsun. Xoş gördük hər birinizi. Demək ki, bugün paylaşdığımız sual belədir ki, demək ki, yuxarıda verilmiş şərtlərə əsasən x, y, z cəmini tapmaq tələb olunur. Biz baxırıq ki, x, y, z 5, 4, 2 ədədlərinə mütənasibdir. Yəni belə yazaq. X bərabərdir 5k yaza bilərikmi? Bəli, yaza bilərik. Sonra y bərabərdir 4k. 4k. Z də bərabər nə? Z də bərabərdir 2k. Həmçinin verib ki, x, y hasili ilə y, z hasilinin cəmləri 112-yə bərabər. Yəni, x, y üstə gələk, y, z bərabərdir 112-dir. X, y və verilmiş qiymətlərini gətirib yazaq yerinə. X-in qiyməti nədir? 5k. 5k vurulsun, y-in qiyməti nədir? Y-in qiyməti 4k. Vurulsun 4k. Üstə gələk, y vurulsun z. Yəni 4k vurulsun nə? 2k. Bərabərdir 112. Buradan da 5 eləcə bu. 5-i 4-ə varanda nə elədi? Elədi 20k-nın kvadratı. Üstə gələk, 8k-nın kvadratı. Bərabərdir 112. 112. Əslində bu qədər uzatmaya ehtiyac yoxdur, amma yenə başa düşülsün deyə belə yazmaq lazımdır. Olacaq 28k-nın kvadratı. K kvadrat bərabərdir 112-yə. K kvadrat buradan nəyə bərabər oldu? K kvadrat bərabər olacaq 4-ə. K nəyə bəs bərabər oldu? K bərabər oldu nəyə? 2-yə. K 2-dir. K 2-dirsə bizdən nəyə soruşur? Bizdən deyir ki, x, y, x onda bərabər olacaq 5k olduğundan olacaq 10. Y bərabər olacaq. Demək 4k olduğundan 8. Z nə olacaq? Z də 2k olduğundan Z olacaq 4. Cəmin soruşduğuna görə x, y, cəmin x üstə ilə y üstə gələk. Z cəmin soruşduğuna görə olacaq 10 üstə ilə 8 üstə ilə 4. Bu da nəyə bərabər oldu? Oldu 22. Cavab oldu nə? A bəndi. İnanıram ki, hamıya aydın oldu. Sağ olun, gecəniz xeyrə.